Salam. Deməli gəlmişik hamam üçün kafe almağa. İnşallah. Görək hansını seçəcək. Fatimə də gəlib. Fatoş. Ha Fatoş. Ayda. Tutun pəncərəyə baxın. Çeyim çox. İndi görək yoldaşımla eyni qərara gələ biləcəyik, hansını seçəcək. Mən yoldaşım qara istəyib, mən boz istəyirəm. Baxın. Böyle bir şeyler. Burada. Hani burada? Değil ki. Sen öz zövqünü de. Sen hansını seçirsən? Bax yoldaşım qara xoş deyir. Başa sala bilmirəm ki. Değerli üstünde var nefes. Bax görürsünüz, bu qaranı saxlamaq çox çətindir. Başqa var. Bax mən sənə ilk dəfə gələn kimi izləyicilərimlə də bölüşdüm. Qaranı çıxdı abur. Qara mənim üçün çətindir. Mən boz istədim. Bax tünd boz, açıq boz. Bax sonra. Bax bir də belə boz. Yoldaşım da yapışıb qarada. Bax belələr də var. Var amma xoşa gələn rənglər yoxdur. Çox baxdıq. Çox fikirləşdik. Gəldim. Seçimim bu oldu. Necədir? Zövqüm yaxşıdır. Satıcı bunu məsləhət görürdü. Baxın göstərəcəm sizə. Satıcı deyib bunu məsləhət görürdü. Mat. Baxın. Mən amma onu seçdim. O da gözəldir. Mən isə bunu seçdim. Necədir? Pisdir, yaxşıdır. Birləşdirdim. Bu, yoxsa bu. İkisinin arasında qalmış. Daşım getmişdi danışmağa. Uşağı göndərdim çağırsın. Görək hansını seçirik. Ay Davud bax. Olsun da eyni şeydir. Bunu beğendi. 13.50. Kardeşimin oğlu da bunu beğendi. Ben de bunu beğendim. Biraz. Hı? Sen de beğendin. Baba qəşəngdir. Laf ya. Eyni qiymətdir də, fərqi nədir?